Qiymətləndirmə mərhələsi satın alma proseduru üzrə ən önəmli mərhələdir. Belə ki, bu mərhələdə verilən qərarlar satın almanın gələcək taleyi üçün önəmli strateji məna kəsb edir. Satın alan təşkilat bu mərhələdə təsdiqçılar tərəfindən təqdim olunan qiymət təklifləri üzrə müəyyən sənədlərin çatışmadığı halda təkrar sorğu edərək istənilməsini təmin edə bilər. Bununla yanaşı, qanunvericiliyə əsasən müəyyən sənədlər vardır ki, təsdiqçılar tərəfindən təqdim edilmədikdə satın alan təşkilat bunu təkrar sorğu edə bilməz. Bu barədə biz gələcək dərsimizdə ətraflı danışacağıq. Satın almanın qiymətləndirilməsi zamanı xüsusi diqqət yetirilməli hallardan da biri odur ki, müəyyən təsdiqatçıya sənəd təqdimi ilə bağlı sorğu edilib, digərlərinə sorğu edilmədən kənarlaşdırılması bu komissiyanın fəaliyyəti ilə bağlı ədalətsiz yanaşmaya gətirib çıxardır. Belə ki, əgər müsabiqə üzrə hər hansı bir təsdiqatçının sənədlərində çatışmazlıq olduğu halda ona sorğu edilirsə, ümumiyyətlə digər təsdiqatçılara da eyni qaydada bu şamil edilməlidir.